Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə Məlik Əslanov küçəsində demək 4 otaqlı birdir, hörmətli izləyicilər. 2 otaqda əlavə olmaqla bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bu ev kirayə bir evdir. Yəni, hal-hazırda kiraşı var deyə, indi ətraflı məlumat verəcəm, 330 manat gəliri olan bir evdir. İndi ətraflı məlumat verəcəm, bax, bura 2 dənə giriş var. Bura giriş darvazası bir evin özü içindir. Əlavə buradan bir xod qoyub ev sahibi. Demək, bunu buradan arxasında da torpağı var. Məlik Əslanov küçəsindədir. Sənədi bələdiyyə sənədləridir. Keçirik buradan içəri. Bura evin arxasında bir dənə həyəti var. Bağı bağçası var, gördüyünüz kimi. Ev sahibi orada belə toyuq düzə saxlayır, gördüyünüz kimi. Bu hissəsi də evin bağ-bağçasıdır. Demək, nəzərinizə çatdırım, hörmətli izləyicilər. Yəni, bütün bu məlumatları tam verim. Evin, demək, qabaq hissəsində evin özündən də buradan giriş var. Sadəcə ev sahibi oradan bağlayıb, buranı verib kirayə 330 manat kiraşını var. Hal-hazırda 330 manat gəliri var. Yəni, evin içində ətraf çəkmişəm, normal təmirli bir evdir. Bunu nəzərinizə çatdırım ki, yəni xəbəriniz olsun ki, hörmətli izləyicilər, yəni birbaşa bundan əlavə buradan da giriş açmaq olar. Oradan bağlayıb deyə buranı verib kirayəyə. İndi hal-hazırda kirayə yolu buradan verib həyət hissəsinə. Gördüyünüz kimi də bağı bağçası bar verən meyvə ağaclarıdır, nar ağaclarıdır, xurma ağaclarıdır. İndi keçən evin əsas özü ilə tanış olaq. 330 manat kirayəsi var, xodları ayrı, heç evə qarışacağı yoxdur. İndi evin qiymətində sonunda siz nəzərinizə çatdıracam. Sənədi bələdiyyə sənədidir, arxivli sənəddir, kupçaya gedən sənəddir. Bunu nəzərinizə çatdırım. Keçən indi ətraflı evin özü ilə tanış olağım. Birbaşa keçirik bura. Bax, buradan girən kimi yenə qarajdır. Maşın rahat daxil ola bilir qaraja. Həyəti arxasındadır deyə, hörmətli izləyicilər. Bax, buradan birbaşa girişi var idi həyətə, yəni birbaşa həyətə girişdir. Sadəcə ev sahibi bağlayıb, yolu yenə böyürdən verib, orada kirayəşə yaradıb, 330 manat gəlir gətirir. Keçəklə burada girən kimi evin içində, burada bir aşağıda bir otaq var, istirahət otağı deyək. Burada bir dənə otaqdır. Aşağıda zətdə oturmaq üçün belə bir ev sahibi burada belə bir şərait yaradıb. Burada aşağıda sanuzel hissəsidir. Təmiri qaydasında normal vəziyyətdədir, yaşayışlı bir evdir. Qalxırıq indi evin yuxarı hissəsinə. Buradan qalxırıq. Ev kip evdir. Nəzərinizə çatdırım, təmir də normal. Qalxdıq burada qalxan kimi. Böyük bir xoldur. Ev həqiqətən, yəni geniş evdir, işıqlı evdir. Bütün pəncərələrinə hamısından açıqdır, havalanmaya da uyğundur. Burada bir uşaq otağıdır. Haradasa 12 kvadrat olar. 14 kvadratlıq burada bir yataq otağıdır. Pəncərələr görürsünüz, bütün evin hər yerindən açıqdır, işıqlıdır, havalanmaya da tam uyğundur. Bura mətbəx hissəsidir. Evin içində kombidir, mətbəx mebellər də evin üstündə qalır. Bunu nəzərinizə çatdırım. Buradan da keçirik, hörmətli izləyicilər, qonaq otağına. Qonaq otağı da haradasa 22-24 kvadrat olar. Təxmini ölçü deyirəm, az fərq eləyər, hörmətli izləyicilər. Buradan da keçirik birbaşa balkona. Balkon hissəsi də gördüyünüz kimi, hörmətli izləyicilər. Yəni, burada da otur çay ucadır. İç bax, hörmətli izləyicilər. Burada dediyim kimi bayaqları qeyd eləmişdim. Bağıdır, bağçasıdır. Yəni, evin kirayə hissəsi verilənə görə böyründən də torpağa yol açır. Yəni, sənəddə torpağın üstündədir. Hər şey qaydasındadır. Gördüyünüz kimi də bağı, bağçası var. Aşağıda da bir dənə 330 manat kirayəsi var. Evin qiyməti də, hörmətli izləyicilər, 107 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibindən görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlasın, evlərin satılmağına köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər.
Əlimizdə variantlarımız çoxdur, hissəsiz çəkib göndəririk. Hörmətli izləyicilər, reklamlar eləyirik. Yenə də başdakı nömrə ilə əlaqə saxlayın, əlavədə evlərimiz var. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. 107.000 start qiymətdir. Reallığı da ev sahibi ilə danışacaqsınız. Sona qədər izlədiyi üçün də təşəkkür edirik.